Doğru bilik, doğru qərarın başlanğıcıdır. Kəndinin traktoru işləmir. Traktoru təmiri üçün etdiyi cəhdlərin hamısı boşa çıxır. Nəhayət kəndi ustaya müraciət edir. Traktora baxan usta onu hər tərəfli yoxlayır. Sonra da çəkiclə bir dəfə mühərriklə vurmaqla onu işə salır. İşini başa çatdırandan sonra usta kəndidən gördüyü işin müqabilində 100 manat pul istəyir. Kəndi bundan narahat olub deyir: "Çəkiclə vurduğun bir zərbəyə görə 100 manat istəyirsən?" Usta cavabında deyir: "Əziz dost, çəkiclə vurduğun bir zərbəyə görə səndən 1 manat pul istəyirəm. Qalan 99 manatı isə çəkici hara vurmalı olduğumu bildiyimə görə alıram. O biliyin hesabına mən sənin traktorunu cəmi bir çəkic zərbəsinə təmir edə bildim."